Azərbaycanlı məktəblilər ABŞ-də keçirilən Olympic USA beynəlxalq yarışda uğurla çıxış ediblər. ABŞ-nin Florida ştatında Miami Universitetində reallaşan finalda şagirdlər ingilis dili fənni üzrə biliklərini nümayiş etdirərək ölkəmizi layiqincə təmsil ediblər. Milli komanda Bakı və regionlardan seçilmiş istedadlı şagirdlərdən formalaşıb və səfər Global Olympic Center tərəfindən təşkil olunub. Mükafatlandırma mərasimində qaliblərə medalları NASA'nın keçmiş alimi, Olympic USA-nin fəxri prezidenti Dr. Kumar Krishan təqdim edib. Tədbir çərçivəsində şagirdlərə ABŞ-də ali təhsil imkanları və aparıcı universitetlərə qəbul perspektivləri barədə məlumat verilib. Yarışda Ayxan Hacılı, Selin Səlimova və Səid Şahbazov öz kateqoriyaları üzrə dünya reytinqində birinci yerə yüksələrək çempion tituluna layiq görülüb. Dünya reytinqində ikinci yeri Sara İdrisova, Leyli Məmmədova, Fəxrəddin Cəlilov və Aylin Əhmədli tutub. Bir sıra şagirdlər top 3-də nəticələr, həmçinin gümüş və bürüc medallara layiq görülüblər. Final proqramı çərçivəsində iştirakçılar üçün Miami Universitetində kampus turu, rəsmi açılış mərasimi, hazırlıq sessiyaları və sosial proqramlar təşkil olunub. Və inanırıq ki, Azərbaycanın potensialı günü-gündən artacaq və bu günü-gündən artan insan kapitalımızı dünyanın hər yerində tanıyacaqlar və onlar öz portfoliolarını zənginləşdirməklə dünyanın ən yaxşı universitetlərində təhsil alma imkanlarını da əldə edəcək. Və mən birinci finaldan, birinci yarım mərhələdən qızıl, ikinci final mərhələdən isə gümüş medal qazanmışam. Düşünürəm ki, mənim üçün əla təcrübə idi. Olimpiyada ikinci turu nisbətən çətin idi, amma mən bunu eləyə bildim və mən gümüş medal qazandım və 9-10 kateqoriyasında çoxlu uşaq var idi, amma mənim düşüncəmə görə gümüş medal qazanmaq çox yaxşı bir nailiyyətdir. Mən USA Global Olimpiyada ingilis dili üzrə birinci turda qızıl medal qazanıb və finalda Miami'də, Amerikada iştirak etmə haqqı qazandım. Bu təcrübə mənim üçün çox əla bir təcrübə idi, çox maraqlı. Yeni dostlar edindim, və mənim arxamda olan ailəmə və həmçinin komandamızın başında olan Əli bəyə çox böyük təşəkkür edirəm. Hər kəs çox sağ olsun və həmçinin başqa ölkədə öz ölkəmizi təmsil etmək mənim üçün çox qürurlandırıcı bir his idi. Qeyd edək ki, Olympic USA beynəlxalq akademik yarışma kimi şagirdlərin bilik və bacarıqlarının inkişafına, eləcə də beynəlxalq təcrübə qazanmasına xidmət edir.